Nigar xanım, bax, xanımlardan danışırıq. Mən hərdən gəlirəm sizin yanınıza. Bir də görürəm ki, bəylər də çıxır otaqdan, yəni prosedurdan, botoksdur, dolğudur, üzə baxımdır. Yəni hərdən bəylər elə bilir ki, yəni kosmetoloqa getmək bir, necə deyim, qəbahət işdir, yalnız xanımlara aiddir. Amma o saç tökülməsi varsa, orada mezolar var, müəyyən iynələr var, eyni zamanda göz ətrafı, üzə qulluq, kişilər də gəlir də fakt. Bizə həm bəylər, həm də xanımlar müraciət eləyir. Bizdə bəylərə də prosedurlar var. Yəni tanıdığınız, bildiyiniz məşhur bəylərdən də müraciət eləyənlər var. Düzdür, mən onların adlarını burada sadalamayacağam. Amma ki, saç tökülməsindən əziyyət çəkirlər. Bəzən onlarda da göz ətrafı qırış olur, ona görə müraciət eləyirlər. Bəylər çəki itirəndə onlarda yorğun yanaq üzü olur. Çox belə yorğun görsənirlər. Nədənsə narazı görsənirlər. Onlara 5-7 nöqtə yəni, təklif eləyirik. Bəylərin də özlərinin prosedurları var. Əslində normaldır. Yəni, normaldır. Yəni bəylər bərbərə gedirlər. Məsələn, saç boyasından istifadə edirlər. Saç əkilməsindən məsələn əkdirirlər. Eləcə də bizim prosedurlardan da onlara yəni, istifadə olur. Bəs bu il 2026-da yeniliklər varmı? Yəni kosmetologiyada, ümumiyyətlə tibbdə hər zaman yeniliklər olur. Hər zaman yeniliklərimiz var. Kosmetologiya bilirsiniz ki, hal-hazırda çox öndə gedir. Yeniliyimiz süd turşusudur. PLA deyirik. Yəni bu həcm vermədən, bəli, sulu sap effektidir. Kollagen stimulatorunu dəridə artırır, dərini cavan saxlayır, olduğun yaşda saxlayır. Məsələn, üzə çox xanımlar müraciət edir, həcm istəmirəm, amma lifting istəyirəm. Biz bu zaman PLA-nı xanımlarımıza məsləhət görürük. Ağrısızdır. Yəni 30 yaşdan 55 yaşa qədər istifadə olunur. 4-6 aydan bir məsləhət görürük. Qalıcılığı 12-18 aydır. Bəli, deyir, mənə də elə eləyəcəm. İnşallah eləyəsini. Hamımız gedəcəyik Nigar xanımın yanına, hazırlaşıblar. Nigar xanım, bir məsələyə də aydınlıq gətirəcək. Əslində elə bəyək Aynur xanımla danışdıq. Allah sizə can sağlığı versin, Aynur xanım. İnşallah Allah qismət eləsin, o 2 evladınızın toyu nəsib olsun. Biz də gələk iştirak eləyək. Amma bəzən elə səhhətimizlə bağlı elə problemlər olur ki, qaçılmazdır. Yəni bunu hər kəs bilir ki, Aynur xanımın da səhhətində bir balaca problemlər var. Özü də bayaq dedi, hərdən efirlərdə də dəfələrlə qeyd eləmişsiniz. Yəni ki, artıq müalicə gedir. Bilmirəm, neçənci prosedurdur, neçənci etapdasınız? Bitib artıq. Aha, kimya edirsiniz də? Bəli, bitib artıq. Bəli, bitib. İkincini bitirmişsiniz. Bəs, bax, belə olan halda, biraz nasazlıq olanda səhhətimizdə prosedur etmək olarmı xanımlara? Olar. Onkoloji xəstələrə də olar. Diabet xəstələrinə də, şəkər xəstələrinə də olar. Haşimotası, zobu olan xəstələrə də olar. Yəni, doktorlarımız da məni izləyirlər. Hətta bəzən olur ki, 22 yaşda balaca xanımdır, müraciət eləyir. Amma, məsələn, valideyni deyir ki, zobu var, olub belə bir hallar. Həkimdən soruşublar, həkim deyir ki, olar, heç bir qorxusu yoxdur. Nabarot, yəni bizdə bu xəstələrə biz sevinç veririk, xoşbəxt olurlar. Əksinə xəstələr o deyil, gözəl görsənəndə, yəni biraz bəli, daha da xoşbəxt, bayaq Emil dediyi kimi.